Şanxayda davam edəcək. Oradan da möhtəşəm videolar gələcək. Həm sistemimizlə bağlı, həm istehsalatımızla bağlı. İzləmədə qalın, maraqlı məlumatlar olacaq. Stop is Shanghai Hongqiao Railway Station. Please prepare to get off. To ensure the smooth operation of the train and your personal safety, please do not. Şanxay dünyanın ən unikal şəhərlərindən biridir. Bir tərəfdə buludları deşən göydənənlər, digər tərəfdə Ming və Qing sülalələrindən qalan dar küçələr. Bu şəhər həm tarixdir, həm gələcək. Buradakı Zeband sahili 20-ci əsrin əvvəlinə aid Avropa memarlığını qoruyub saxlayır. Qarşı tərəfdəki Pudong bölgəsi isə məşhur Oriental Pearl Tower, Şanxay Tower və digər nəhəng göydələnlərlə müasir Çinin simvoluna çevrilib. Şanxay ticarətin, modanın, texnologiyanın və mədəniyyətin kəsişdiyi yerdir. Küçələrində neon işıqlar, çay evləri, küçə yeməkləri və dünya mətbəxləri yan-yana yaşayır. Şanxay ümumi olaraq hər addımda bir təcrübədir. Tarix, muzey kimi, gələcək isə real həyat kimi qarşına çıxır. Şanxay sadəcə bir şəhər deyil, insanı öz ritminə salan canlı bir enerjidir. Bəli dostlar, bu da Şanxay. Artıq Şanxaydayıq, Şanxay turumuz başlayır, möhtəşəm paylaşımlar olacaq, möhtəşəm bir şəhərdir. İnşallah ki, buradan daha maraqlı paylaşımları sizə edəcəm. Burada yenə gördüyünüz kimi Pekində də belə bir küçə ləzzətlərini sizlərə təqdim etmişdim. Bu da Şanxayda yenə küçə ləzzətləri. Bunlar üçün həqiqətən də bu məhsullar delikates sayılır. Yəni onların tərkibində olan maddələr, qidanın özünün keyfiyyəti, onların sağlamlığı üçün, dəriləri üçün, mədə-bağırsaqları üçün çox vacibdir. Bunu hər zaman biz orada araşdıranda bizə dedikləri sözlərdən, yəni 3 sözdən ikisi o olurdu ki, yəni bizim sağlamlığımız üçün bu məhsulların istifadəsi mütləqdir. Ona görə də daha çox küçələrdə, restoranlarda bu qidaları görmək olur. Burada da Çinin ən məşhur içkilərindən olan yaşıl çayın, Zhensheng çayının bizə hazırlanmasını göstərdilər çay sərgisində. Şanxayın tarixini bugünə daşıyan ən məşhur məkanlardan biri Yuan Old Street'dir. Küçənin tarixi Ming sülaləsinə təxminən 16-cı əsrə qədər gedib çıxır. O dövrdə bu ərazi şəhərin ən varlı ailələrinin yaşadığı, eyni zamanda ticarətin sürətlə inkişaf etdiyi bir yer olub. Burada ipək, çay, ədviyyat, əl işləri və ənənəvi Çin dərmanları satılan qədim dükanlar vardı. O vaxtdan qalan memarlıq üslubu, qırmızı sütunlar, qara damlar və oyma taxta balkonlar bu gün də demək olar ki, eyni ilə qorunub saxlanılıb. Old Street indi Şanxayın ən canlı turistik məhəllələrindən biridir. Axşam işıqları, qoxular, səslər və rənglər buranı tamamilə başqa dünyaya bənzədir. Buraya gələn hər kəs qədim Çin mədəniyyətinin içində gəzir və sanki modern Şanxaydan bir neçə addım kənara çıxıb tarixə düşür.
Burada artıq yeni bir günə başlanğıc edirik. İndiki səfərimiz birbaşa Şanxayda Su şəhəri adlanan ərazidir. Oradan da möhtəşəm paylaşımları sizə təqdim etməyə çalışacağam. Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Biz artıq Şanxay şəhərindəyik və burada Milyonerlər kəndinə gəlmişik. Gördüyünüz çox gözəl, möhtəşəm mənzərələri var. Bura Şanxay ən sürətli inkişaf etmiş, ən zəngin şəhərlərindəndir və əhalisinə görə də, əhalinin yaşamına görə də düzdür. Az kvadrat metrədəndir, amma çox əhali yaşayır və çox gözəldir. Yəni Pekin qədər ən az, Pekindən də demək olar ki, gözəldir məncə. Çünki buranın gəzməli, görməli yerləri tam fərqlidir, tam başqadır. Hər şey çox gözəldir burada. İnşallah möhtəşəm mənzərələr, möhtəşəm çəkilişlər olacaq. İzləmədə qalın. Hər şey həll olacaq. Su şəhəri Şanxayın yaxınlığında ən məşhur və ən qədim şəhərlərindən biridir. Onun tarixi təxminən 1700 il əvvələ Şərqi Han sülaləsi dövrünə dayanır. O zamanlar bu yer ipək, balıqçılıq və düyü ticarətinin mərkəzi sayılırdı. Şəhəri məşhur edən isə onun kanallarıdır. Burada 36-dan çox daş körpü var və onların bəziləri 1000 ildən artıqdır ki, hələ də istifadə olunur. Qara damlı, ağ divarlı, qədim evlər və dar su yolları buranı Şanxayın Kiçik Venesiyası adlandırmağa səbəb olub. Taxta qayıqlarla sakit kanallarda gəzmək, sahildəki çay evlərində dayanmaq və köhnə Çin memarlığını hiss etmək Su şəhərini unudulmaz edən məhz budur. Bu şəhər keçmişlə bugünün yan-yana yaşadığı nadir yerlərdən biridir. Bəli, dəyərli izləyicilər, yenə möhtəşəm bir yerə gəlmişik Şanxayda. Bura haqqında da sizə qısa məlumat vermək istəyirəm. Ümumiyyətlə burada Şanxayda Yuan Garden Rockery, yəni Great Rockery adlanan bir su şəhəridir. Bura Şanxayda ən diqqət çəkən hissədir və bağın ürəyi sayılır. Tikilmə tarixi əsasən 16-cı əsrə Ming sülaləsi dövrünə
təsadüf edir. Bağın girişində dağ mənzərəsi, effekt yaratmaq qədim Çin bağçılığının klassik elementidir. Bura niyə məşhurdur? Çünki yüzillərlə təbii daşdan tikilmiş nəhəng süni dağ kompozisiyasıdır. İçindən keçən labirintlər, keçidlər, tunellər, dağ pilləkənlər var. Qalxanda Yugardenin böyük hissəsi panorama kimi görsənir. Qədim Çin bağlarının ən vacib simvollarından biri hesab olunur. Rockery'nin yuxarısından Lotus Pool ərazisi foto üçün ideal yerdir. Alt tərəfdəki qapalı daş keçidləri, girişdəki taxta pavilyonlarla birlikdə kadrlamada çox gözəl effekt verir. Qədim Çin bağlarının sakitlik və əlavə olaraq harmoniyasını, fəlsəfəsini hiss elətdirir. Sanki kiçik bir dağa qalxırsan kimi bir hiss yaradır. Şəhərin səsindən ayrılmış tam fərqli bir dünyadır. Burada imperator dövründən həmin Su şəhərinin daxilində yerləşən belə bir muzeylə tanış olduq. İmperator dövründə orada həm qidalanma zonası, həm qonaqları qəbul etmə otağı, hamısı burada əks olunub və biz də həmin o tarixlə canlı tanış olmağa çalışdıq. Səhər yeməyini 28-ci mərtəbədən yemək də bir başqa gözəldir. Dəm gözəlliyə baxın. Ən axırıncı mərtəbəsindəyik otelin. Restoran buradadır. Və nəhayət Şanxayda ən gözlənilən an bizim üçün şəhərin mərkəzində o həm qədimilik, həm müasirliyin vəhdəti olan Şanxayın əsas mərkəzi meydanına yola düşdük və bugün Şanxaydakı artıq 3-cü günümüzdür və son günümüzdür istirahətin. Çin səyahətimiz artıq Şanxaydan sonra yekunlaşır. Hər vaxtınız xeyir, dəyərli dostlar. Artıq biz Şanxayın əsl şəhərin mərkəzinə, şəhərin əsl hissəsinə gəlmişik. Bütün o videolarda, şəkillərdə gördüyünüz möhtəşəm telegüllə, həmin o meydan, bax buradır. Çox möhtəşəmdir. Yəni Şanxayı bəzən biz videolarda, şəkillərdə çox görmüşük. Bura gəlmədən öncə də bəzən danışırdıq, hər bir şey haqqında məlumat verirdik. Bugün də sırf həmin mərkəzdəyik, həmin meydandayıq. Hər şey çox möhtəşəmdir. Çox, yəni buranı gəlib yaşamaq lazımdır. Başqa heç bir şey. Buranı gəlib sadəcə gözlərinizlə görməlisiniz. Buranın havasını hiss eləməlisiniz. Çin deyəndə bəzən hər kəsin ağlına qidalanma, nəsə qoxular falan belə bir şey, amma o şeylərin hamısı buradakı mənzərə ilə, buradakı Pekindəki, Şanxayın digər Su kəndi deyilən yer var. Dünən biz oradaydıq, oradan paylaşımları qoymuşdum. Yəni bunların hamısı həmin o fikirləşdiyiniz o pis düşüncələri, həmin o gəlməyə mane olan, sizə mane olan şeylərin hamısını yox edir. Çox möhtəşəmdir, çox gözəldir. Hal-hazırda yəni burada olduğumuza belə inancımız azdır. Çünki yəni hələ ki yuxu kimi gəlir. Hal-hazırda bizdə burada saat 11-ə qalır, amma Bakıda hələ ki saat 7-yə qalır. Amma biz hal-hazırda Şanxayın mərkəzi küçəsindəyik. Və sözlə ifadəsi biraz çətindir. Hər şey möhtəşəmdir. Bax gördüyünüz kimi hər şey möhtəşəmdir. İzləmədə qalın. Çox gözəl videolar gələcək.
Dostlar, mən sizə hər zaman bizim sistem haqqında məlumat verəndə onun üstünlüklərindən çox danışmışam. Bura gəlir yəni sərbəst gəlir qazanmaqdır, möhtəşəm kollektivdir, sərbəst iş rejimidir. Amma bu gün sizə tam fərqli bir özəlliyindən danışıram ki, bu da dünyanı gəzmədir. Bax, hal-hazırda biz Şanxayda əsas şəhərin meydanındayıq. Bax, buradan mənim sizə demək istədiyim budur ki, əgər siz sərbəst şəkildə öz bacarıqlarınızdan istifadə edib bu gözəllikləri yaşamaq istəyirsinizsə, heç kimdən asılı olmadan sərbəst gəlir qazanmaq, möhtəşəm bir kollektivdə işləmək istəyirsinizsə, bunun üçün hələ də gec deyil. Mənimlə əlaqə saxlayın. Siz də bizim komandada iştirak eləyərək həm öz bacarıqlarınızdan istifadə edib öz işinizi qura bilərsiniz, həm də bizim kimi o sərbəst gəlirləri, həm də möhtəşəm bu səyahətləri qazana bilərsiniz. Bir dənə bu möhtəşəmliyə baxın. Hər zaman siz bunları şəkillərdə, videolarda görürsünüz. Bəziləriniz olur ki, buralarda olmuş olursunuz, amma bunun işlə, kollektivlə gəlmək, burada bu səyahəti yaşamaq tamam başqa bir hissdir, başqa bir anlardır. Bu hissləri mən sizə tam başqa videolarda da paylaşacağam. Yenə dediyim kimi, əgər siz də bizim bu sistemdə fəaliyyət göstərmək istəyirsinizsə, hələ də gec deyil. Aşağıda əlaqə nömrəm var, mənimlə əlaqə saxlayıb suallarınızı verə bilərsiniz. Potensialına güvənib, amma özünə istədiyi sahəni tapa bilməyən gənclərimiz. Bu sahəyə 22-23 yaşda başlamışam və mənə ən başda başlayanda deyirlər ki, özünə get iş tap, iqtisadiyyatı qutarmısan, get özünə elə bir sahə tap ki, bu sahə sənə əmək haqqı versin, standart maaş versin və yaxud da ki, daimi iş versin. Mən bu sahəni seçəndə bir dənə şey düşünürdüm ki, mən burada sadəcə və sadəcə özüm olmağa çalışacağam, öz markamı yaradacağam, öz brendimi yaradacağam. Və bugün Allaha şükür mən sistemin içində çalışdığım qədər öz fərqliliyimi göstərməyə, insanlara fayda verməyə, həm pul qazandırmağa, həm sağlamlıq qazandırmağa çalışmışam. Çünki biz iki tərəfli çalışırıq. Bizim sistemimizdə iki tərəfdə çalışmaq mümkündür. Əgər siz də potensialınızı güvənirsinizsə, öz işinizi qurmaq istəyirsinizsə, öz sahənizi daha da peşəkarlaşdırmaq istəyirsinizsə, rezervasiyanı açıq elan edirəm. Hal-hazırda Şanxaydayıq. Bax, görürsünüz, şəkillərdə, videolarda gördüyümüz yerlərdir. Və bura gəlmək üçün böyük bir çaba sərf etməyə ehtiyac yoxdur. Sadəcə işinizi görürsünüz, sadəcə hər gün etdiyiniz işi edirsiniz, amma şirkət sizi ilin sonunda və ilin əvvəlində ildə bəzən 2 dəfə, bəzən 3 dəfə müxtəlif şəhərlərə göndərir. Bundan öncə Dubayda olduq, öncə Gürcüstanda oldu Azərbaycan komandamız, ondan öncə Türkiyədə olduq, sonra Rusiyada, Taylandda, sonra Balidə, Jakartada, yəni biz dünya üzrə şirkətin harda ofisləri varsa, şirkət həm ora iş məqsədinə göndərir, həm də orada getmişkən istirahət də şansı verir. Bax, bu şansı siz də əldə edə bilərsiniz. Bunun üçün sadəcə və sadəcə danışıq bacarığı, ünsiyyət qurmaq bacarığı, insanlarla danışıq, təqdimat bacarığınız və işin sonunda da iradə, dözümlülük olması mütləqdir. Sadəcə və sadəcə bu. Aşağıda əlaqə nömrəm var. Mənimlə əlaqə saxlayıb suallarınızı verib bizim komandaya qoşulub bu möhtəşəm kollektivlə siz də dünyanı gəzə bilərsiniz, öz işinizi qura bilərsiniz və heç kimdən asılı olmadan karyeranıza başlaya bilərsiniz. Gənclər, orta yaşlılar və yaşlılar fərqi yoxdur. Kim bu sahədə özünü görürsə, mənimlə əlaqə saxlasın. İşlə bağlı ətraflı məlumat verəcəm.
Həqiqətən çox möhtəşəmdir. Bax bu gördüyünüz güllə həmin o videolarda, şəkillərdə Şanxay ilə bağlı gördüyünüz həmin o güllədir. Ən məşhur gülləsidir. Hal-hazırda biz bu gülləyə daxil olmağa çalışırıq. İnşallah ki, hava qaralanda da burada möhtəşəm görüntü olacaq. Onu da mən sizə paylaşacağım. Burada gördüyünüz bina Şanxayın simvolu olan Oriental Pearl Tower'dır. 1994-cü ildə tikilib və 468 metr hündürlüyü ilə uzun illər şəhərin ən hündür quruluşu olub. Qüllənin dizaynı çox maraqlıdır. Sanki səmaya doğru müxtəlif ölçüdə mirvari kürələri birləşdiriblər. İçəridə restoranlar, muzeylər və şüşə döşəməli görünüş platformaları var. Ən məşhuru isə 259 metr hündürlükdə yerləşən Glass Skywalk-dur. Aşağıda bütün şəhəri addımların altında görə bilərsən. Gecələr isə qüllə tam fərqli olur. Rəngli işıqlandırma ilə bütün Lujiazui Xəsaman xətti sanki canlanır. Şanxaya gələn hər turist üçün bu qüllə mütləq görülməli yerdir. Dostlar, hal-hazırda biz Şanxayda həmin teleqüllənin ən hündür mərtəbəsindəyik. Bir dənə bu mənzərənin möhtəşəmliyinə, sadəcə möhtəşəmliyinə baxın. Bu mənzərəni siz çox yerdə görə bilməzsiniz. Çünki bu mənzərənin özünün ayrı bir ləzzəti var. Canlı görməyin ayrı bir ləzzəti var. Birazdan bu şəhərin işıqları hamısı yanacaq. Bu gördüyünüz Şanxayın iki tərəfini, yeni şəhər və köhnə şəhər adlanan tərəflərini ayıran gördü. Çox möhtəşəmdir dostlar, çox möhtəşəm. Mən sizə indi Şanxayın ən böyük binasını da göstərəcəm, digər tərəfdədir. İndi bura dairəvi formadadır. Həmin dairəvi formada bütün istiqamətləri gəzmək mümkündür. Həmin istiqamətdə yəni içərisini göstərim mən sizə. Baxın, belə dairəvidir. Buradan fırlanırsınız. Bütün güllənin içərisində dairəvi formada hərəkət edərək hər bir mənzərəni görmək mümkündür. Bura yəni dostlar çox möhtəşəm, çox. Yəni sözlə ifadəsi mümkün deyil. Yəni o Şanxayın videolarda gördüyünüz o hündür mərtəbəli binaları, hündür mərtəbəli görünüşü, işıqları, o işıqlı şəhər və ən məşhur gülləsi hal-hazırda. Və burada müxtəlif suvenirlər, ticarət üçün açılmış aksesuarlar, müxtəlif aksesuarlar. Möhtəşəm, çox möhtəşəm. Yəni buranın necə izah etsəz sözlə mümkün deyil. Çox möhtəşəm. Burada bayaq sizə qeyd elədiyim Şanxayın ən hündür binası. Çox möhtəşəmdir. Həqiqətən. Dostlar, bu möhtəşəmliyi görürsünüz. Hal-hazırda güllənin təpəsindəyik və bura tam şüşədir. Ayağımızın altı tam şüşədir. Yəni buradan şəhərin üzərində yeriymiş də, yəni bildiyiniz
Hal-hazırda şəhərin üzərində yeririk. Möhtəşəm bir hissdir. Tam möhtəşəm bir hissdir. Bura dairəvi formada şəhərin görünüşü bax belədir. Çox möhtəşəm. Çox. Əziz dostlar, bu möhtəşəm burada sizlərlə görüşmək istədim. Hal-hazırda biz 260 metr yerdən hüdudluqdayıq. Ən böyük binalarından, televizyonlarından birindəyik. Çox möhtəşəm. Bax, hal-hazırda videonun əvvəlində yerdə əyləşmişik. Gördüyünüz kimi tamamilə şüşədəndir. Bütün mənzərə, bütün şəhər ayaqlarımızın altındadır. Bu möhtəşəmlik həqiqətən gəlib canlı yaşamağa dəyər. Çox gözəldir. Sözlə ifadə olması deyil. Həqiqətən möhtəşəm. Hər danışmıyorsan, ancaq mənzərəni seviyorsun. Hə dostlar, bu da Şanxayın gecəsi. Hər şey möhtəşəm, artıq işıqlar yanır. Həmin telekullənin bayaq sizə göstərmişdim. İndi də işıqları yanan forması və onun içərisinə də qalxdım. Həmin videoları da yerləşdirdim. İnşallah izləyirsiniz. Çox möhtəşəmdir, çox. Yəni içərisində elə gözəl mənzərələr, elə gözəl anlar var ki, yəni bunu sizə sözlə izah etmək mümkün deyil. Yəni çox başqadır, yəni dəhşət. Bunu sözlə sizə izah edə bilmirəm. Yəni hər şey möhtəşəmdir, hər şey yəni kreativ dizayn olunub, hər şey düşünülərək yaradılıb. Yəni buranın möhtəşəmliyini sözlə izah edə bilmərəm. İzləmədə qalın, artıq son günümüzdür. Daha gözəl anlar olduqca yenə də sizlər üçün paylaşacağım. Bəli dostlar, məni izlədiyiniz üçün təşəkkürümü bildirirəm öncəliklə. Çünki artıq Çin səyahəti vloqunun sonuna gəldik. 5-ci hissədə şirkət tərəfindən bizə təşkil olunan bu səyahətin sonuncu hissəsi Şanxay şəhəri ilə bağlı oldu və burada artıq biz Pekinə sürət qatarı ilə qayıdıb, oradan da inşallah ki vətənə qayıdacağıq və bundan sonraki inşallah ölkə daxili və ölkə xarici səfərlərimizdə komandamızla birlikdə
səyahətlərimizi sizlərlə bölüşməyə çalışacağam. Bundan öncəki hissələri izləməmisinizsə daxil olub kanalımdan izləyə bilərsiniz. Çox möhtəşəm orada da görüntülər var. Həm şirkətin sistemi ilə bağlı, mərkəz ofisindən, həm Pekindən. Artıq bizim vətənə qayıtma vaxtımızdır. Hər birinizə bütün hissələri izlədiyinizə görə və bu hissəni izlədiyinizə görə təşəkkürümü bildirirəm. Növbəti səyahətlərimizdə görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Hər birinizə bir daha təşəkkürümü bildirirəm.